özü də görürsən ağıllı baxışlarla baxır artıq, amma əvvəl bu şeylər yox idi. Bugün sizlə orada yanaşı duran qazilərimiz ki, ayaq üstə durmuşlar, onlar 44 günlük müharibədən sonra bundan da ağır vəziyyətdədirlər, bizə gəlmişlər, hamısını ayağa qaldırmışıq və indi artıq siz də şahidsiniz. Bəli, o qazilər çox ağır vəziyyətdə. Onlar da siz qaldırmışsınız, Allah köməyiniz olsun. 44 günlükdə bu müəssisənin rolu çox böyük olur. Mən gördüm aşağıda şəhid valideynləri var idi, şəhid yoldaşları var idi. Aynı 27-sində oldu. Acqabul zonasında tırın qoşa təkəri çıxıb mağazanın qabağında maşına mal qoyulmuş arxadan. Qəflətən tır təkəri çıxıb gəlib də saqqıçın üzmüşdü. Sonra yıxılıb yerə möhkəm kəllə beyin travması almışdı. Bir müddət Sabunçu xəstəxanasında qaldı. Hər kəsin mükəmməl bir əməyi var. Çox ağır kəllə beyin travmasına tutarlı. Yəni bizə olan mərhələdə gözəl baxılıb ki, xəstəyə biz bu mərhələyə götürə bilmişik. Öz deməlim, bu sülh məramlı qoşunlarda xidmət eləyib, Bakı Biznes Universitetini qutarıb. Eləmi? Sülh məramlı xidmət eləyib. Bəli, 2 il idi, evləndirmişdi, bir dənə körpə 1 yaşında qızı var. Sizin o dediyiniz və əvvəlki gördüyüm, bildiyim məlumatlarla bugün müqayisə edəndə Şuursuz xəstə heç kimi izləmir. Baxın, o sizə çönüb baxa bilir. Mən keçsəm o tərəfə çönüb mənə baxa biləcək. Qızının şəklini göstərir, reaksiya verir, atasını tanıyır, anasını tanıyır. Bunlar istəyir ki, danışsın xəstə. Amma baxın, sağ tərəfdə problem yaranıbsa, demək ki, sol payda bir travma daha güclü olubdur və nitq mərkəzi zədələnibdir. Hal-hazırda mənim oğlum Alşanov Rica Bakı şəhərində bu zonada reabilitasiya mərkəzində müalicə alır. Bunun buradan müalicə alması üçün aylıq 3000 ödəniş lazımdır. Həkim deyir, yaxşı olacaq, sağ olsun, gözəl bir həkimdir Rəna xanım. İndi amma bu 3 ay burada qalsa, onun da tələbi budur ki, 3 ay qalıb burada müalicə olmalıdır, reabilitasiya olmalıdır. Yaxşı, mən də indi görüb əlimdən gəlirəm. İnanıram ki, İmişlinin də iş adamları, gözəl insanlardılar. Həmişə də nə demişim, kömək eləyiblər. Çox sağ olsunlar, hamısını Allah var eləsin. Yenə mən onlardan xahiş edəcəm, indi digər iş adamlarından da görək kimin nə imkanı var, kömək eləsin. Allah razı olsun sizdən, sağ olun. Allah kömək olsun, Allah. Çox sağ olun.